Xoş gördük, əziz dost TV izləyiciləri. Mənim hekayəmin növbəti buraxılışında çox maraqlı bir qəhrəmanla qarşınızdayıq. Xoş gördük, hər birinizi salamlayırıq. Biz də hər zaman olduğu kimi mənim hekayəm verilişində çalışırıq ki, ümumiyyətlə əlilliyi olan dostlarımızın uğurlarını, onların böyük nailiyyətlərini sizlərə daha yaxından təqdim eləyək. Bugünkü buraxılışımızda çox maraqlı bir qəhrəmanla birlikdəyik. Sosial sahədə mentor Elman Süleymanov. Xoş gördük, Elman bəy, necəsiz? Xoş gördük yoldaşlar, xoş gördük Amil bəy. Təşəkkür, yaxşı, çox sağ olun. Yaxşı olasınız. Elə sualım ondan ibarət olacaq ki, ilk sualım, Elman Süleymanov kimdir? Özünüzü cəmiyyətdə necə təqdim edirsiniz adətən? Təşəkkür edirəm sual üçün Günay xanım, çox maraqlı bir sualdır. Bu sual dəyişir konseptinə görə, olduğumuz çevrəyə görə. Əgər professional sferada özümü təqdim etmək zərurəti yaranıbsa, yəqin ki, təhsil kvalifikasiyalarımı, keçmiş iş təcrübəmi istifadə edib, qısaca belə sosial təsir, sosial sahəsində mentor deyə bilərəm. Lakin bunu başqa kontekstdə soruşsanız, daha başqa formatda özümü təqdim edərdim. Amma əgər siz bunu bu sahəyə soruşursa, sosial mentor. Yox, ümumi formada kimdir deyirsinizsə, bu bir prosesdir, bu həyatı boyu öyrəndiyimiz bir prosesdir. Bu saniyəyə qədər gəldiyim qənaətə görə, istəyə görə deyərdim ki, bu dünyanı daha yaxşı yerə çevirməyə çalışan, doğulduğu saniyədən, buradan gələcək saniyəyə qədər kiçik də olsa bir dəyişiklik, bir qatqı sağlaya biləcək bir insan olmaq ümidi ilə, belə deyim, çalışan. Daimi irəli gedirsiniz. Daimi yerinizdə dayanmayaraq irəli gedirsə, hər daim təhsil alırsınız. Özünün inkişafı. Bəli, hər zaman mən Elman bəydən soruşanda, elə ilk illər öncədə Elman bəy ancaq təhsildən danışırdı, həqiqətən də. Elman bəy, istəyərdim, bax, bizim tamaşaçılarımız üçün də çox maraqlı olur ki, bizim qonağımızda həyatında nə baş verib ki, bugün əlilliyi olan şəxs olaraq həyatına davam eləyir. Siz də eyni zamanda qəlbinizlə dünyanı görürsünüz və qəlbinizlə təhsil alırsınız və çox gözəl də uğurlar qazanırsınız. Bax, nə baş verib həyatınızda? Texniki tərəfdən yanaşsaq ki, bu necə olub, hansı hadisədən, hansı prosesdən sonra əlillik qazanılıb, uşaq vaxtı olmuş bir hadisədir. Körpə 6 aylıq bir vaxtda baş vermiş bir hadisədir ki, katarakt xəstəliyinin təcili müdaxilə ilə müalicəsi və əməliyyatı həyata keçirilməli olduğu vaxtda bir professional diqqətsizliyi baş verib, həkim diqqətsizliyi ki, təzyiq ola-ola cərrahi müdaxilə olunub gözə və bu da sistemə qalıcı zədə vurub ki, sonra bunu geri bərpa eləmək çətin olub, olmayıb, hətta mümkün olmayıb. Görmə zəifliyi ilə və əməliyyat, onu belə deyim, izləyən əməliyyatlarla, müalicələrlə, çətinliklərlə davam edən 7 ildən sonra məktəbdə 2-ci sinifdə oxuyanda bu tez-tez baş verən bir şagirdlərin arasında olan bir toqquşma zamanı ki, göz artıq zədəli idi. Buna görə həmin üst-üstə gələrək görmə qabiliyyət tamamilə itirilib. Ondan sonra belə davam eləmişik artıq həyata bu macəraya. Siz taleyin yazısına inanırsınız Elman bəy? Bu həmişə mənim belə fikirləşdiyim sual olub. Həmişə dediyim, yəni o artıq varoluş krizi deyilən bir şey var, böhran var, existential crisis. Həmin o krizi yaşamağa başlayan sonra bu tipli suallar, niyə buradayıq, nə üçün buradayıq, tale yazısı varmı, varsa necə yazılır, dəyişmə olur və s. və s. Biraz fərqlidir mənim bu sayda baxışım. Mənə görə əslində tale yazısı ağlımıza gələcək bütün yazılar əslində yazılıb. Milyardlarla, yəni bizim bir rəqəmlə ifadə eləməyəcəyimiz qədər reallıqlar var. Biz sadəcə öz seçimlərimizlə seçirik ki, bu reallığın hansını yaşamaq istəyirik. Yəni, puzzle olaraq hamısı qurulub. Yəni, bugün növbət bir saatda başımıza milyardlarla ehtimal gələ bilər və olan hamısı da var əslində. Sadəcə bizim seçim olur ki, onun hansını qəbul edirik həyatımıza. Yəni, bu tərəfdən baxanda bəli, yazı var. Yəni, bu hazırlanıb, bu sistem qurulub. Siz dediyiniz kimi, yəni niyə sualını verməkdənsə mən belə başa düşürəm ki, o puzzle-ı düzgün qurmaq lazımdır ki, həyatınızda daha çox uğur qazana biləsiniz, doğru addım ata biləsiniz. Yəni ona görə də həqiqətən də siz bugün elə bir məqama gəlib çıxmısınız ki və eyni zamanda davam da edirsiniz bir yerdə dayanmadan o təhsillə bağlı.
Çox maraqlıdır Gülnar xanım, eyni Mən zamanda. ümumiyyətlə Elmanı illərdir, belə deyə, bir neçə ildir tanıyıram və elə ilk tanışlığımız da təlim prosesində olubdu. Düşünürəm ki, sizin həyatınızı təlimlər, təhsil, elm, karyera bu anlamda ifadə eləmək olar. Özünüzü daha çox hansı sahədə tapırsınız? Bugün təhsildəmi özünüzü belə deyim tamamlamısınız və yaxud da ümumiyyətlə həyatın hansı sahəsində tam olaraq özünüzü rahat hiss edirsiniz Elman? Belə axtarışdayam hələ ki. Amma yəni həm hobilərimi sevirəm, hobilərimi çox sevirəm. Bu istəyir musiqi olsun, piano olsun, istəyir səyahət etmək olsun, istəyir kitab yazmaq olsun. Təhsili çox sevirəm, təhsil, elmi konferanslar. Mən deyərdim elmdə. Elmə bir qəribə bir acılıq hiss edirəm öyrənməyə, elmə, daim data qəbul eləməyə. Və çalışıram ki, qəbul etdiyimiz, necə ki biz yemək yeyəndə çalışırıq ki, orqanik qida qəbul edək, sağlam qida qəbul edək, sintetikləşdirilmiş qidalardan uzaq olaq, çünki biz bədənimizə nə əkiriksə, bir müddət sonra onu gördük. Beyin də belədir, biz nə eşidiriksə, nə data alırıqsa, nə görürüksə, nəyə baxırıqsa, bir müddət sonra ona çevrilirik, ona görə çalışırıq ki, keyfiyyətli bir data. Bu da indiki dövrümüzdə çətindir, çünki informasiya kirliliyi var, hər tərəf datadır. Nə qədər istəsən data ala bilərsən, aç bir çox sosial şəbəkələri, hərənin alqoritmi çox fərqli çalışır. 10 nəfər yan-yana dayansın, hərəsinin bir hesabını götür, eyni bir sosial şəbəkədə hesabı aç bax. Tamamilə fərqli kontentlər qarşıma çıxacaq. Çünki hər kəs öz alqoritmini müəyyənləşdirir öz seçimləri ilə. Ona görə çalışıram ki, bacardığım qədər daha keyfiyyətli bir data qəbul edin. Bayaq qeyd elədiniz ki, 7 yaşından sonra görmə məhdudiyyəti yaranıb həyatınızda. İstərdim biləm ki, 7 yaşından sonra bu yeni belə deyək də bir həyat tərzi formalaşdı sizin üçün. Necə oldu bu proses? Öyrəşmək, adaptasiya olmaq, cəmiyyətə qarışmaq sizin üçün çətin oldumu, yoxsa indi belə qənaətə gəlirsiniz ki, hər şey öz axarı ilə getdi? İndiki Elman olmaq üçün o 7 yaşından sonraki həyatı biraz bizə izah edərdiniz. Təşəkkür edirəm sual. Gəlin bu cavab elə sizin sualın içindən çıxardım. Hər şey öz axarı ilə getdi. Çünki zaten elə hər şey öz axarı ilə gedir. Demək ki, axar beləymiş. Belə yanaşıram. Amma o ki, qal çətinliklərə tam səmimi deyim yadımdan çıxıb. Çünki ondan sonra o qədər çətinliklər olub ki, bu insan qərib məxluqda, bu çətinliklər də yadından çıxır, xoş günlər yadından çıxır ara sıra, amma belə bulanıq formada yadımdadır ki, həmin ərəfə təbii ki, çətin oldu, yadıma düşür. Deyəsən, bir neçə ay tamamilə qaranlıq otaqda qalmışdım. Həmin o proses ağrılı bir proses idi. Sonra, amma orada çətinliklər də başladı. Məktəbi dəyişib, internat tipli bir məktəbə, qapalı, izolyasiya olmuş bir məktəbə keçmək, məktəb dəyişmək, sosial çevrəni dəyişmək bir uşaq üçün asan deyil. Ki, bu dünyadakı insanlar məncə əksəriyyəti müəyyən səbəblərlə məktəblərini dəyişirlər, bağçalarını dəyişirlər, amma birdən-birə başqa bir mühitdən, tamamilə başqa bir mühitdən, incəsənət gimnaziyasından tamamilə başqa bir mühitə, fiziki sağlamlığı imkanları məhdud uşaqlar üçün interneta keçmək belə böyük bir transition idi. Ondan sonra artıq elə qəribə. Sonra elə bu cür dəyişikliklər başladı. Oradan universitetdən iş həyatından başqa ölkəyə, oradan başqa ölkəyə, oradan Avropaya, oradan Amerikaya, oradan indi bura, buradan bilmirəm sabah harda olacaq. Yəni bu dəyişikliklər əslində Elman bəyin həyatında tam başqa bir qapılar açdı, tam başqa bir yeniliklər açdı. Belə yanaşaq da buna. Çünki Elman bəy bugün bəzən o niyə sualını verən əlilliyi olan dostlarımız da çox olur özünə. Bilirsiniz ki, istər gözdən əlilliyi olan olsun, istər başqa cür əlillik dərəcəsi olan olsun, hər zaman özünə sualı verir, niyə mən? O artıq böyüyür, bir yaşa gəlir, çatır və başa düşür ki, onda bir əlillik var və belə deyək, həyatı elə başlayır, elə yaşayır. O niyə suallarını verir. Amma siz bu niyə sualını verməyərək artıq bəlkə də vermişsiniz özünüzə hardasa və onu aşmışsınız, onu keçmişsiniz. Bu keçid prosesi necə oldu? Deyir sizə birdən-birə həyatımız dəyişdi. Təbii ki, o çətinliklər olur, o sıxıntılar olur. O bugün hər kəsdə var. Yəni, mənim özüm belə əlil arabasındayam. Məsələn, mən özüm qəzadan sonra 1 il özümə qapandım. Bu reallıqdır. Yəni, birdən-birə adaptə olmaq, o həyatı yaşamaq. Amma bax, siz bacardınız. Bax, bu təhsilə maraq, təhsilə sevgi və bunu davam etdirmək. Bax, bunu necə bacardınız? Gəlin belə başlayaq bu niyə sualından. Əminəm ki, niyə sualını bəlkə də minlərlə dəfə vermişəm özümə.
ki, bu normaldır. Buna görə qınaya da bilmərik heç kimi. Bu keçilməsi çətin bir prosesdir. Bunu kənardan empati qurmaqla, bunu gedib 3 dənə universitet oxumaqla, 50 sahəsindən bağlı 10 dənə kitab oxumaqla hiss edə biləcəyimiz məsələ, öyrənə biləcəyimiz, anlaya biləcəyimiz məsələ deyil. Bunu sadəcə fərd özü yaşayıb anlayır və ətrafda, ətraf mühitdə düzgün bir mühit qurulubsa, özünün daxili iradəsi güclüdürsə, dəstəyi yaxşıdırsa, bir çox amillər uyğun gəlirsə, bu prosesi uğurla keçir. Bəzən də prosesdə ilişib qalır, amma o demək deyil ki, uğursuzluq deyə bir şey yoxdur. Əgər bu doğulan saniyədən son nəfəsi verdiyin saniyəyə qədər, axırıncı həyatının son 3 dəqiqəsində də həyatına başlaya bilərsən. Buna heç kim qaranti vermir ki, bugün bir nəfərin 45 yaşı var, hələ də depressiyadır, demək ki, artıq belə gələcək. Belə bir məsələ yoxdur. Gələk bunun təsir tərəfinə. Elə mən fikirləşirəm, məncə elə ən böyük dəstəyi təsir göstərib mənə. Bunu daha əvvəl bir neçə dəfə danışmışam bir-iki yerdən. Mən vaxtımı çalacaq bunu verməyə, efirə yoxsa yox. Mən bizim internatda oxuyanda bir gün internatda belə bir şeyə qarşılaşdım ki, bir qrup yeni insanlar gəlir. Tez gəlirlər internata, gəlirlər. Bu bayramlarda falan gəlirlər, nə bilim, biri köhnə paltarlar götürür gəlir, biri təzə paltarlar, biri yemək, biri ərzaq falan filan. Bir növ gəlirlər, həm də o uşaqlar, bəzən fikirləşirdik ki, ümumiyyətlə biz uşaqlara qarşı, mən öz qızımla danışanda belə, bu da mənə sual verdi ki, Ayta, niyə böyük insanlar uşaqlara qulaq asmırlar? Yəni, və mən o gün bugün onun sözünə doğrudan qulaq asıram həqiqətən. Deyəndə getmirəm. Çünki onlar məncə daha çox şey hiss edir. Biz böyüdükcə bu alqoritmləri körlüyürük öz alma datamız. Bəzi hisslərimizi körəldirik və nəsə düzgün başa düşə bilmirik, nəsə bizim gözümüzü qapıyır. Mənim üçün gözəllik anlayışı, mənim üçün bir uşaq üçün fərqi yoxdur, belə deyim, olğun bir insanın kosmetikasının. Amma belə bugün olğun bir insan digərinin kosmetik görünüşü, makyajı onunla bağlı fikirlərini dəyişə bilər, təəssüratdan tamamilə dəyişə bilər, düzdürmü? Uşaqların algıları daha təmiz olur və gəlirlər bir insanlar belə yazıq gəlmiş formada baxırdılar, özlərini dünyanın ən mərhəmətli insanlar hesab edir. Sanki bunlar 3 dənə ölkə xilas ediblər, dünyayı yaradıblar ki, 2 dənə qoyun alıb gətiriblər internata, uşaqlara veriblər. Ondan əvvəl, 2 gün əvvəl elədikləri bütün günahlar da avtomatik bağışlanır. Yəni, belə bir sanki onlara söz veriblər də bununla bağlı, o qədər belə təkəbbür hissləri ilə falan. Gördük belə, uzaqlaşırdım belə. Amma bir dəfə gördüm, maraqlı bir şey oldu. Bu nə idi? Demək, audio kasetlərə, o vaxt ki, lentli kasetlərə yazılmış kitablar idi, səsli kitablar. Və kitablarda yetərlər ağır kitablar idi. Bu, Jack London əsərləri idi, Markizin əsərləri idi, Tolstoyun, Dostoyevskinin, Victor Hugo'nun və s. və mənim də bir playerim var idi. Getdim, götürdüm bu kitabları, başladım bir-bir dinləməyə və o vaxt biraz səmiyyəti keçək. İnternat elə bir yerdir ki, orada 300-dən artıq uşaq çox az sayılı bir insanların müşahidəsində yaşayır. Və adi bugün istənilən məktəbə girib görürük ki, biraz uşaqları başına buraxanda orada nəyə baş verir, necə qarşılıqlar, necə xaos olurdu, dinləmək olmurdu. Yəni, maneçilər törədilirdi, hamı bir-birinə vururdu, döyürdü, yəni olur belə şeylər. Bu uzun bir reabilitasiya prosesi tələb edir professional formada ki, bu sosial davranışdan öyrənilməsi. Mənim tək yerim VC idi, yəni restroom idi ki, bura girib, həmin qapını arxadan bağlayıb, saatlarla bu kitabları dinləmək. Və keçən mən doğrudan yadıma düşdü ki, mən orada dinləyəndə, çünki izolasiya olmuş bir binanın içində idik, mən dünya ilə bağlı artıq təsəvvürlər formalaşırdı. İnsanlar necə geyinir, nələr istifadə edirlər, davranışlar nədir, görüşərkən əli necə uzatmaq lazımdır, geyimlərin rəngləri necə bir-birinə kombinasiya olunur, təbiətdə vaxt keçirmək necə olur, şəhər, megapolisdə vaxt keçirmək necə olur və arzulayırdım ki, bəlkə bir gün 30 yaşlarında Amerikada tək yaşadığım özümə aid bir ev, hansı ki kitablarla, pianoyla və digər hobilərim üçün lazım olan avadanlıqlarla, cihazlarla əhatələnmiş. Sonra tez oxuyanda yaşlar ən çox nələrdən yazır, professorların həyatlarından və s. Universitet, akademik
fəaliyyət göstərən insanlar, onlara bir növ bir fenomen kimi baxırdım və həqiqətən keçən il yoxsa ondan əvvəlki il idi, birdən ayıldım ki, mən həmin həyat doğrudan yaşayıram. Doğrudan yaşayıram, amma və deyim ki, mən o həyatda bir gün üçün olmadı, ora gələn mən bir 15-20 il vaxt lazım olur gəlmək. Deyim ki, bu hər gün mənim yadımdaydı, hər gün mən fikirləşirdim ki, mən bunu yox, elə deyildi. Amma xəyal bir növ nədir? Bu avtomobilə əyləşəndə gələcəyiniz bir ünvanı qeyd edirik ora, naviqasiya sisteminə. Biz onu qeyd edirik. Biz elə qeyd edən kimi avtomatik orada olmuruq. Biz yol ərzində seçimlər edirik, sağa dönürük, sola, bəzən gecikirik, bəzən işıqfora düşürük, qalırıq, bəzən yanlışımız üzərindən bir qəzaya düşüb oradan həyatımız tamamilə dəyişir, amma nəticədə aparıb çıxır da, nəticədə gəlib çıxırıq ora. O da baxdım ki, həqiqətən bununla bağlı başqa bir, daha da güclü bir əhvalat var, bəlkə indi 50 dəqiqələrdə onu danışaram. Amma nəticədə mən oradaydım, belə deyim. Bax, bu təhsil, kitab oxumaq, elm insanın həyatını hər tərəfə apara bilər. O çətinlik içərisində siz heç nəyə baxmadan ki, o gücü toplayıb dinləyirsiniz. Bax, bugün məsələ özünüz də görürsünüz ki, və izləyirsiniz ki, bizdə sosial şəbəkələrdə siz bayaq vurguladığınız kimi çox mənasız və məntiqsiz mövzular var. Hansı ki, bəzən insan beyni artıq ona köklənir sanki və başlayır oradan lazımsız informasiyaları toplamağa. Hansı ki, siz daha gözəl, daha mənalı mövzuları dinləyərək, xəyal quraraq və bu xəyalı gerçəkləşdirdiniz bugün. Və bugün də Elman bəy, bildiyim qədər eyni zamanda bir çox təhsillə yanaşı, Azərbaycanda təhsillə yanaşı bir çox başqa ölkələrdə də təhsiliniz var. Və bunlarla bağlı istəyərdim, bax, biraz danışaq. Hansı ölkələrə getdiniz, harada təhsil aldınız? Ümumiyyətlə, səyahəti sevən bir insandır. Səyahəti sevən bir insandır. Biraz araşdırma etdim və Elmanın 20-dən çox, bəlkə də indi sayı artıb, 20-dən çox ölkəni səyahət etdiyini öyrəndim. Səyahətlərinizdən danışın, zəhmət olmasa. Dünyada nələri gördünüz, nələri bəyəndiniz, ümumiyyətlə bir çox ölkələrdə. Yox, əlbəttə ki, insan qəlb gözündən görürsünüz siz. Siz bayaq dediniz, məsələn, kitabı dinləyərək insanların artıq o geyim tərzi, dünyanı bax o şəkildə görür. Çünki səslə dinləyərək insan bəzən sanki həm də meditasiya eləyir, eyni zamanda da dinləyib daha dolğun görə bilir. Ona görə bax, maraqlıdır. Biz ilk öncə gəlin bu görmək məsələsinə toxunaq, buradan sonra keçək səyahətə. Demək, biz bugünkü dövrün tələblərinə uyğun, insan normaldır ki, dövrün tələblərinə uyğun yaşayır. Yəni, biz 1000 il əvvəldə yaşamırıq və 1000 il sonra da yaşamırıq. Ona görə bugünkü tələblərə riayət eləməliyik, amma həmçində progresiv, daim progresiv baxmalıyıq məsələyə. Tarixi oxumalıyıq. Söhbət tək tarixdən, orduların döyüş tarixindən getmək, söhbət tibbin tarixi. Kinonun tarixi, teatrın tarixi, əlilliyin tarixi, algıların tarixi, bugünkü elmin tarixi, genetikanın tarixi, kosmosun, teleskopun tarixi, galaktikaların necə öyrənmiş tarixi. Baxırıq ki, insanlar hər keçən 500 ildə, 1000 ildə yeni bir özlərini fərqli görürlər. Çünki biz bir növ ayna effektinə yaşayırıq da, yəni yansıma ilə, reflektlə yaşayırıq. Biz reflekt edirik fəzaya və fəzada gördüyümüzü, biz eşitdiyimizi, nə bilim, toxunub dad bildiyimizi, ətiri və toxumuşu təzən bədənimizə qayıdır. O beyində müəyyən mərkəzə, hələ ki kəşf etdiyimiz və kəşf etmədiyimiz minlərlə proseslərdən keçir və algılardan gələn bu data formalaşıb bir nəticə, bir mühakimə qərarına gətirib çıxarır. Görmə məsələsi idi ki, insan bir, belə deyərdim, bu dünya bir partidir. Mənim fərzlərimi soruşursunuz əgər, bir partiya gəlmişik, müvəqqəti partidir, heç kim burada əbədi qalmır. Partidən giriş-çıxışızda, bilmirəm, biz öncədən bizə məlumat veriblər, amma fakt partiya olduğumuz vaxt, bu vaxt məlumatımız yoxdur ki, biz burada nə vaxt çıxacaq. Və bu partinin bir dress kodu var, bir geyim tələbi var, bu bədəndir. Biz bu bədənlə gəlmişik. Sadəcə bu geyim o qədər bağlı bir geyimdir ki, geyimin üstündə bir neçə sensorlar var, algı sensorlar var ki, biz o içəridə olan mən deyirik, ruh deyirik, zehin deyirik, bunun qarşılığı deyirik və nə ruhdur, nə zehindir, başqa bir şeydir, hər nədirsə. O mən deyəndə biz ilk nəyi hiss edirik içəridən, bu sensorlar vasitəsindən çöldəki, bu bədəndən çöldəki məlumatları alır, görərək
də alır, bu da dalğadır. Eşidirsən, bu da dalğadır, səs dalğasıdır. Görürsən, bu da səs dalğasıdır. Toxunursan, bu da dalğadır. Qoxu alırsan, bu da dalğadır. Buna ən çox bir sinestezi deyilən bir durum var. Orada görə bilirik ki, necə qarışır insan. Səs eşidir, onun gözünə rəng kimi görünür. Rəng görür, onun gözünə, ona buruna qoxu kimi gəlir. Bir dad alır, dad ona qulağına səs kimi gəlir. Yəni bu elə onun sübutudur bir növ. Məsəl üçün 50 mövzusu bu gün çox qabardılıb, çox belə stereotiplər var. Həqiqətən də insanlar bir 50 formatında yaşayan bir insana daha çox belə həqiqətən də təkəbbürlə baxır, yuxarıdan aşağı baxır. Nəsə bir çaşqınmazlıq kimi baxır. O elə çıxır ki, onda quşlar insanlara əli kimi baxsın ki, insanlar uça bilmir. Avtomobillər insanlara əli kimi baxsın ki, avtomobilin 1 saatda qət etdiyi, deyək ki, o 150-200 kilometri insan sadəcə 4-5 kilometr gedə bilər. Və ya təyyarə və ya digər adi cibimizdəki telefon həqiqətən günlük proses sayına görə insana bir əli kimi baxmalıdır ki, bütün insanlıqdan söhbət gedir, bəşəriyyətə ki, o 1 saniyə etdiyi hesablamanı biz oturub fikirləşirik, bəlkə də 60 saniyə, 1 dəqiqə, 2 dəqiqə vaxtımız gelir ki, biz o hesablamanı həyata keçirək. Bəli. Onun 1 saniyə çəkdiyi 10 fotoğraf şəkili biz gərək, bəlkə də professional bir rəssam oturub aylarla çəkə bilər. O dərəcədə. Keçək səyahətlər mövzusuna. Mən səyahət çox sevirəm və səyahətdə daha çox bel çantalı səyahət eləməyi sevirəm. Hətta mən buradan Amerikaya köçəndə belə həqiqətən bir bel çantasına getmişdim. Hava limanından düşdüm, tanımadığım bir şəhərə. Həqiqətən də heç bir insanı tanımırdım o şəhərdə, bir Azərbaycanlı və ya bir keçmiş tanış. Bel çantam idi, içində sadəcə laptopum, bir neçə sənədlər, belə bu qədər bir şey var idi. Və tək idiniz? Qardaşım yanımdaydı hər nələrdə, elə fürsət yarandı ki, onunla birlikdə getdik, amma onunla birlikdə düşdük, sadəcə bir taksi sifariş edib otelə getdik. Ondan sonra düşüb bir-bir başladım özümə ev axtarmağa, yaşamağa və o həyat başladı. Mən deyədim, Amerikada keçən 3 il yarımım son 10 ilimdən daha çox o dəyişiklik baş verdi, reinkarnasiya yaşadım. Bayaq dedim, o varoluş böhranının yenidən yaradıldığını hətta deyərdim. Ki, həm simpoziumlarda, həm elmi konferanslarda iştirak edə bildik, həm təhsil aldıq, həm yeni dil, yeni format, hətta bəzən olurdu ki, elə şəraitlər arzum idi mən o vaxt belə bir şeylər etmək ki, şamanlarla görüşüb, birlikdə dərin meşələrə gedib oradakı seremoniyalara qatılmaq. Yəni, belə bir şeylərə maraqlarım həmişə var, bu davam edir. Orada belə şanslarım daha çox idi. Bəzi spiritual, yəni ruhsal təcrübələr yaşamaq, həmçində bir tərəfə, sadəcə o tərəfə meyl eləyib tamamilə həyatdan soyutlanmaq yox. Həm elm sayəsində, həm mən deyərəm ki, tam nə qədər əvvəllər çıxışlar, müsahibələr versəm də əmin edə bilərəm ki, mən elmi məqaləmi oxumaqdan həzz almağa Amerikada yaşarkən başladım. Mən belə deyim, elmin daha da orada fürsət oldu ki, çox hələ bugün ictimaiyyətə açıqlanmayan eksperimentlər ki, aparılır insan beyni ilə, onun optimallaşdırılması ilə, onun gücünün daha da artırılması ilə bağlı. Aparılan eksperimentə, aparılan laboratoriyalara girməyə dostlaşdıq. Mən çoxlu elm adamlarla yaxın dostluğumuz oldu. Biz oturduq saatlarla, bəzən səhər yeməyinə görüşürdük. Ki, 1-2 saat, saat 10-dan 12-yə də səhər yeməyi həftə sonu. Baxırdıq ki, axşam saat 8-dir və biz 5-6 nəfər, onlar məndən qat-qat üstün artıq dünyada patentləri olan fiziklər var idi aralarında, bioloqlar, psixoloqlar, psixiatrlar var idi. Baxırdıq ki, saatlarla söhbət eləmişik, 10 saat, 12 saat. Yəni, bunun verdiyi həzzi mən bilmirəm, başqa ona maddi bir dəyər formalaşdıra bilmərəm. Arzumda olan şəhərlər ki var idi, yadıma düşür. Ən arzumda olduğum şəhər Los Angeles idi mənim və San Diego. Bu şəhərlərə, buralara səyahət etməyə imkanım oldu. Uşaq vaxtı deyirdim ki, Las Vegas dünyanın ən möhtəşəm, dəbdəbəli bir şəhərdir. Oraya səyahətdən sonra başa düşdüm ki, oraya heç vaxt ikinci dəfə gəlib vaxt itirməyə dəyməz. Bu çox mənasız, çox böyük uşaqlı, yetişməyən uşaqlar üçün qurulmuş attraksion və təyyarədən ibarət bir şəhərdir məsəl üçün. Amma halbuki oraya getməsəydim, hələ də fikrimdə elə bir formalaşdıraydı ki, ora möhtəşəm bir yerdir. Orada bir dəfə olmaq lazım. Düzdür, orada bir dəfə olmaq lazımdır ki, anlayasan ki, orada da olmaq lazım deyil. Yəni,
Səyahətlərlə bağlı indi də planlaşdırıram açıq. Bu yaxınlarda istəyirəm bir belə çantamı götürüm. Plansız şəkildə düşün dünyaya görüm də Avropaya, hara ya bilmirəm, harasa gedib biraz istəyirəm maraqlı səyahətlər eləyim. Gəlin sizə bir əhvalat danışım ondan bağlı. Vaxtımız varsa əgər. Təbii Bəlkə onu da bitirərik yavaş-yavaş, çünki çox vaxtımız gedir. Mən məktəbin son ilində bizim hazırlıq müəllimim tarix bir kitab gətirdi. Bu kitab Abraham Lincolnun həyatından bəhs eləyirdi və kitabdan bir neçə belə cümləni bizim üçün oxudu. Ki, onun neçə dəfə belə məyusluqlarla nəticələnən seçki kampanyalarında iştirakı, həyatı və s. və s. və s. Kitab mənim o qədər diqqətimi çəkdi ki, o kitabı ondan borc istədim. İstədim, amma indiki o vaxt texnologiya yox, o kitabı oxumaq imkanım yoxdur, oxuya bilmirəm. Gündəlik mənə məktəbə verilən bu xərclik, yemək pullarını topladım. Bir həftədir, 2 həftədir pulunu toplayıb, başqa görmə qabiliyyəti olan birinə o pulu verərək əvəzində vaxtını ondan aldım. O kitabı mənim üçün oxumasını xahiş etdim, istədim. Bu xidməti aldım, belə deyək. Bu gün artıq asandır. Bu gün mənim üçün $20 versən ayda süni intellekt olan sənin üçün rahat-rahat oxuyur. Bəli, bəli. Amma o vaxtlar bu imkanlar yox idi. O vaxt çətin idi bunu eləmək. Və mən bu adamı bir növ fenomen kimi həyatıma daxil etdim. Sonra dediyim kimi də seçimlər oldu, o qədər seçimlər oldu. İstəyir şəxsi həyat, istəyir sevgi münasibəti, istəyir karyera həyatı, istəyir təhsil karyerası, istəyir sağlamlıq, istəyir səyahətlər, istəyir biznes və s. və s. Mən bir də ayıldım ki, amma bura gələcəm bu bir də ayıldığım yerdən. Amerikaya ilk səyahətin vaxtı elə oldu, biz Abraham Lincolnun xatirə abidəsinin qarşısından avtobusun içində getdik, keçdik, tur elədik. Amma o tur mənim üçün bir növ onu algılaya bilmədim. Mənim üçün o olmadı sanki. Mən çünki o ruhu, enerjini hiss eləmək istəyirdim. Axşam bizim bir dostumuz var, Nihat, bəlkə də tanıyarsınız bu Əsay Teatrının Nihat. Axşam oteldə Nihatla, Nihat, gəl çıxaq, piyada gedək. Nihat yol bilmir, yəni birtəhər toplaşdıq ikimiz. Piyada bir neçə kilometr yol qət elədik, getdik Lincolnun abidə, xatirə abidəsinin qarşısına çıxdı və ondan orada mən biraz sentimental səslənə bilər, amma biz biraz söhbət elədim. Və ondan istədim ki, mən bura bir daha gəlmək istəyirəm. Üstündən bir il keçmədi, mən Amerikaya ikinci dəvətimi aldım. O zaman biz BMT-nin böyük bir forumunda iştirak üçün ölkədən 3 nəfər, 2 nazir və mən dəvət almışdıq. Getdik, iştirak elədik, gəldik. Bu ərəfədə mən bir gün vaxtım vardı, həmin günü yenə mən New Yorkdaydım, amma Vaşinqtona səhər getdik. Yenə də abidəni ziyarət edib, axşamı qayıtdım New Yorka, gecəni də qayıtdım Bakıya. Və bundan sonra mən yenə istədim. Onun üzərindən 2 il keçdi, mən yenə Amerikaya dəvət aldım. Amma bu dəfə pandemiya başladı, deyə 1 il daha gecikdi bunu reallaşdırmaq. Heç vaxt daha öncə adını eşitmədiyim bir şəhərə, daha öncə oxumağı arzulamadığım bir universitetə təhsil almaq üçün dəvət aldım və getdim. Və bu təhsil müddətində doğrudan çox o vaxtı çətin vaxtlar keçdik, Covid oldum, tək həftələrlə o problemlər yaşadım, həm fiziki olaraq, həm sağlamlıq, həm belə deyim, mental və s. və s. O 2 ilin sonunda bir ekskursiyaya, bir səyahətə, kiçik səyahətə dəvət aldım. Həqiqətən tam səmimiyyətlə deyəm, səyahətin kontentini çox bilmirdim. Biraz sıxıntı gəlmişdi mənə, fikirləşdim, dəvət edilməsi getməliyəm. Gedim bir fərqlilik olsun, yeni insanlarla tanış olum. Və mən harada olsam yaxşıdır. Lincolnun məzarında, ailəsinin və özünün dəfn edildiyi məzarda, hansı ki, o şəhərə, mən bilmirdim ki, o şəhərə yaxın bir yerdədir o məzarlığı. Heç bir fikrim yox idi. Yəni, indi gəl, inanma ki, sən yatırsan belə, bütün kainat sənin o destination ki, navigatora qoymusan ki, bura getmək istəyirəm, səni ora aparmaq üçün aparır. Çox sevdiyim bir beyin cərrahı var. Həm yaxşı bir aydınlanmış bir insandır, həm dini çox gözəl bilir, həm yaxşı musiqiçi, həm yaxşı ədəbiyyatçıdır. Həm də dünyada bir çox patentləri olan bir beyin cərrahıdır. Tövsiyə edirəm onu oxumağı. Onun keçən bir tədbirinə qatılmaq imkanım oldu. Və bir məlumat aldım ki, beynin içində olan o sinopslar arası, neyronlar arası sinopslar toplasan o xəttləri, o elektrik alır-verir hər tərəfdən. O xəttləri bizim bildiyimiz indiki fiziki qaydalarla, fizika əsasları ilə, qanunları ilə arxa-arxaya düşsən,
4000 kilometrlik bir yol yer. 4000 kilometr yol. Biraz eşitdim, qəribədir inanmaq, amma bu reallıqdır. Və bu 4000 kilometr yolda daim trafik var. Milyardlarla neyronlar daima hərəkətdədir orada və heç bir qəza baş vermir. Bugün bir balaca qar yağır, bir balaca yağış yağır, bir balaca sürət kimsə aşır, velosiped işıqforun tənzimlənməsi olmur. Baxırsan ki, 5 kilometr yolda 10 dənə qəza baş verir və bunun da fəsadları, nə bilim, kimsə 50 qazanır, kimsə həyatını itirir, kimsə maliyyəsini itirir, kimsə işini itirir və s. və s. Amma beynin içində bu 4000 kilometrlik uzun bir trasda, banda bu qədər neyronlar hərəkət edir, amma qəza baş vermir. Niyə? Çünki sistem elə qurulub ki, mümkün deyil, qaydalarla işləyir. Ona görə biz bugün bir şey yazılır, biz yatanda da beynimiz, ümumi kainatla bir yerdə işləyir. Zaten bu bizim beynimizin içində olan bu danışdıqlarım bədənin içində yerləşmir. Elə bir məsələ yoxdur, bədəni götür, bağlı bir qutunun içinə qoy, o qalacaq orada və ya bədəni yandır, o yanacaq. Bu ümumi bir cloud sistemi kimi, necə ki telefonlarımızda bulut sistemi var. Biz bilirik ki, telefonun içində deyil də bu məlumatlar hardadırsa. Telefon hər dəfə düzgün şifrə ilə, düzgün IT dilinə çox danışmaq istəmirəm. Düzgün lazım olan kombinasiyanı yığaraq o məlumatı oradan götürür. Beyin də belədir. Başın içində məlumat saxlanmır zaten. Beyin bunu fəzadan hardadırsa oradan götürür. Həmişə ona görə hər zaman kainat bizim yaxşılığımız üçün. Bayaq bizə bacarmaq, uğur, biraz onlar danışdıq ki, biraz xeylisi, tale yazısı məsələlərindən. Daim onsuz da orada işlər gedir bizim üçün. Həmişə bizim yaxşılığımız üçün bir hərəkət var. Amma insan özü də yaxşı xəyallar qurmalıdır, deyilmi bəy? Mütləq, onu öyrənmək. O bir sənətdir. Necə ki, biz bugün gelib hansısa bir iqtisadi əsaslarını öyrənirik, bu çox vacibdir, dörd deyil, amma həyatda necə yaşamaq lazımdır elmini biz öyrənmirik. Halbuki biz onu bağçadan, məktəbdən, bu mənim qızım mənə artıq kosmosla bağlı suallar verir. Sual verir ki, biz, hətta o gün elə bir sual verdi, mən özümü çox cahil hiss etdim. 6 yaşında mən heç vaxt ağlıma sual gəlməmişdi ki, gəlib mənə də alma sual gəlib, amma məncə 10 neçə yaşında da, 14, 15, 16 yaşında. Ya da biz bu dünyada niyə varıq, niyə gəlmişik ümumiyyətlə bura, niyə biz buradayıq ki, niyə gəldik bura? Dərin bir sual. Bu sualın cavabı mənə qorxdu biraz ona vermək. Və ən çox problemimiz nədir? İnsanlar həm başqalarının yanında, həm də öz evlatlarının yanında özlərini ağıl göstərməyə çalışırlar. Bu bir təkəbbür, bu bir əslində natamlıq hissidir, natamlıq kompleksidir ki, həmən cavab versin ki, mən bilirəm, bax buna görə. Cavabım o ki, qızım, əmin deyiləm, oxuyarıq, baxarıq, bunun cavabı dində də var, amma oxumaq lazımdır, araşdırmaq lazımdır. Çoxlu kitablar oxumaq lazımdır ki, biz bu sualın cavabını tapaq. Amma mən onun yerinə bir sual verib, onun o beyninə bir iz salmış ola bilərdim ki, sonra bizə nəyisə öyrənmək daha asandır. Nəinki bizə öyrədilmiş, təqdim olmuş o yanlış məlumatı oradan silmək, o qəlibi oradan təmizləmək daha çətindir, nəinki təzə nəyisə öyrənmək. Düzdür. Elman bəy, həqiqətən də keçdiyiniz yol, ümumiyyətlə danışdıqlarınız görürsünüz, səssizcə biz sizi dinləyirik. Çox çünki maraqlı. Maraqlıdır. Birisi nətər, sizdə olan bu güc, iradə, bax biz də istəyirik tamaşaçılarımıza bunu təqdim eləyək. Həqiqətən real yanaşsaq, görmə əlilliyi olan bir şəxs olaraq siz bugün mən deyərdim ki, mən artıq sizi belə elə görmürəm. Tamam fərqli bir fərd olaraq, şəxs olaraq görürəm. Çünki getdiyiniz yol, qurduğunuz xəyallar, dediyiniz kimi bugün də həqiqətən də elədir. Kimliyindən asılı olmayaraq, ümumiyyətlə negativ düşüncələr insana negativlik gətirir. Gərək hər zaman gözəl düşüncəli olasınız, gözəl düşünəsiniz ki, o necə deyim, o xəyalların ardınca gedə biləsiniz. Bax siz görün hardan başladınız? Hansısa bir texnologiyanın zəif olduğu bir məqamlar idi o vaxtları hətta. Heç mobil telefon o qədər yox idi. Playerlər var idi. Dediyiniz kimi dinləyərək, səsli kitabları dinləyərək bu elmi qazana-qazana gəldiniz. Bugün də maşallah olsun böyük texnologiyalar var, süni intellektlər var. Artıq görmə əlilliyi olan dostlarımız, artıq bütün əlilliyi olan dostlarımız bu informasiyalardan daha geniş yararlana bilərlər və düşünürəm ki, sizi kimi, bir başqaları kimi eyni zamanda böyük uğurlar qazana bilərlər. Daha çox addımlar ata bilərlər. Ümumiyyətlə söhbətimiz boyu belə deyim, Elman motivasiya dolu çıxış elədi. Xəyalların belə deyim, xəyal qurmaq, onlara nail olmağın yollarının bir fəlsəfi yanaşması oldu. Amma gəlin etiraf eləyək ki, Elman, bugün cəmiyyətimizdə o qədər həm elə fiziki məhdudiyyəti olmayan insanlar, eləcə də fiziki məhdudiyyəti olan insanlar var ki, bugün özlərinə bu əlilliyi bir maneə kimi görürlər. Adi elementar olaraq
çölə çıxmaq, cəmiyyətə qarışmaq onlar üçün o qədər böyük bir çətinliyə çevrilir. Bu, bilmirəm, bəlkə də fiziki olaraq məhdudiyyətdən irəli gələ bilər, amma düşünürəm ki, insanın qarşısında ən böyük mane onun psixoloji olaraq aşa bilmədiyi maneələrdir. İstərdim artıq bu maneələri aşmış, əlilliyə, fəlsəfi yanaşan bir insan kimi o cür insanlara tövsiyə verərdiniz ki, əslində əlillik yəni insana yaşamaq üçün bir mane deyil. Hətta mən deyərdim ki, üzr istəyirəm, əlilliyi olmayan şəxslərə də. Çünki bəzən özünə qapanır, adi bir uğursuzluqdan artıq bitdi hər şey kimi gəlir. İcazənizlə mən həm bu mövzuya, həm də xüsusən bu aralar hansısa bir kontent hazırlayasan, süni intellektə toxunmayasan, bu biraz düşünürəm ki, elmə qarşı günah olar. Çox fərqli bir yanaşma var. Hər ikisinə toxunacağım icazənizlə. Birinci gərək bu fiziki məhdudiyyət məsələsindən. Baxın, bugünkü gün heç kim mənə inciməsin, nə izləyənlər, nə burada biz özümüz, üçümüz, mən özüm, siz. Fiziki məhdudiyyətli insan termini var, ədəbiyyatda var. Amma mən daha çox deyərdim ki, fiziki məhdudiyyət insanın özünə deyil. Fiziki məhdudiyyət cəmiyyətdədir ki, məhduddur. Bu insanı qəbul etməyə bacarığı yoxdur. Sabah əgər bir avtomobil bugün bizi apara bilmirsə yolda, biz insana deyə bilirikmi ki, bu insan fiziki məhdudiyyətli insandır, avtomobilə minə bilmir, avtomobili getmir. Biz avtomobildə məhdudiyyət görürük ki, o insanı içinə ala bilmir, belə deyək, hansı bir oturacağı yoxdur, belə deyək. Əgər bugün bizim fiziki məhdudiyyətlə adlandırdığımız bir insan gedib bankdan, restorandan, oteldən, bir xidmətdən istifadə edə bilmirsə, bu onun məhdudiyyət deyil, bu həmin iaşə müəssisəsinin, bankın, qurumun məhdudiyyətidir ki, həmin şəxsə şərait qura bilməyib. Bunu nə vaxt biz bu formada dərk edəcəyik, o vaxt bəlkə o vaxtı bir müəyyən infrastruktur qurmaqla, bir mindseti, bir baxış açısını dəyişməklə iş görə bilərik. Və ya deyim ki, onda biz qaydaq 15 min il əvvələ, 15 min il əvvəl insanlar yolları keçə bilmirdilər. Asfalt var idi 15 min əvvəl. Onda biz insanlara fiziki məhdudiyyət mi deyirdik? Bir yerdən digər yerinə gedə bilməyən insana. Xeyr. Amma bugün o yolu əmin olun ki, burada, yəni deyirəm, bugün çölə çıxaq, qarşımda çıxan 100 insandan 90-ını aparıb 10 min il əvvələ qoysaq, indi evdən bura gəldiyi 10 kilometr qət etdiyi yol ki var, vallahi onu qət edib gələ bilməzdi bura. Dərə-təpə ilə, o, nə bilim, kanalların, suyun, çayın, okeanın içinə keçib gərəsi deyil, asfalt yol, körpü yol, bir şey yox. Onda o fiziki məhdudiyyətli insan idi, yox. Sadəcə, hələ ki o mümbit mühit formalaşmamışdı. Amma bugün var və 1000 ildən sonra əminəm ki, qat-qat. Bugün bizim fiziki məhdudiyyət adlandırdığımız bir insanın edə bilməyəcək. Mən özüm üçün belə çantamda tək səyahətlərə çıxdığım olub. Dünya səyahətə çıxmışam. Amma yəni, nə qədər gələn etiraf elə ki, 1000 il əvvəl olsaydı, mən onu eləyə bilməyəcəkdim. Mən həmin mənəm. Sadəcə o infrastruktur həmin infrastruktur olmayacaqdı. Bugün artıq Amerikada bir neçə şəhərlərdə yəni pilot, otopilot avtomobillər artıq başlayıblar rahat-rahat şəhərdə hərəkət eləməyə. Və digər, yəni üzərimdə gördüyünüz bu taxtığım eynək belə süni intellektə malikdir. Qarşısında lazım olduğu halda qarşısında gördüyü mənzərəni mənim üçün təsvir edə bilir, detalları ilə. Yazını oxuya bilir mənim üçün. Amma bunu biz çox yox, 10 il əvvəl elə bilmirdik. İndi mən 10 il əvvələ baxanda 10 qat daha produktivəm. Mən həmin mənəm, amma bu eynək var, bu cihaz var bunun sayəsində. Ona görə çalışmalıyıq ki, tək hər şeyi elə fiziki məhdudiyyətli insan özü, bunu hər şeyi o bacarmalıdır, özünü öldürməlidir, məhv eləməlidir, deyil. Yəni, onun ailəsindən başlayaraq, ailədən sonra yaşadığı məhəllə, oradan sonra bələdiyyə, oradan sonra icra hakimiyyəti, oradan sonra dövlətin digər qurumları, bununla bərabər də biznes, özəl sektor, restoranlar, nəqliyyat, transport məsələləri və s. hamısı iş elə qurmalıdır ki, cəmiyyətlə həmin insan arasında olan əngəlləri, məhdudiyyətləri azaltsın. Məhdudiyyəti insan özünə gətirmir dünyaya. Məhdudiyyət burada var onsuz da. Sadəcə, indi birinin bədən formatı biraz başqa cürdür, birinin formatı biraz başqa cürdür. Birinin prosesoru başqadır, birinin prosesoru başqa, birinin kamerası başqa cür çəkir, birinki çəkmir. O demək deyil ki, bunun hansısa yaralı və ya hansısa yararsızdır.
Bu birinci məsələ. İkinci elə deyək süni intellekt məsələsinə. Süni intellekt hələ ki, hazırda mən son 3 ilimin hər günümün 2 saat, 3 saat arasını süni intellektlə bağlı məqalələr oxumağa, bu sahədə olan elm adamlarının çıxışlarını izləməyə, dinləməyə, bu sahədə nələrsə yazmağa, bu sahədə özüm də hazırda deyim ki, bir 6 ya 7 böyük dil modellərindən olan süni intellekt dil modəllərindən premium istifadə edirəm. İllərdir, heyfim gəlmir buna ödədiyim ödənişə, çünki o qədər çox dəyişir məni, həyata baxışımı və elə bir inqilabın eşiyindəyik ki. Mənim üçün, bugün insanlar deyək ki, mənə fiziki məhdudiyyətli bir insan kimi bu harada özünü göstərir. Keçi otur avtomobil idarə eləməyə, mən avtomobil idarə eləməyəcəm. Bugünkü o mexaniki və yəni bugün belə deyimdə, bugünkü bu sözü tapa bilmirəm. Gündəlik istifadə olunan avtomobil üsulu ki var, idarə etmə üsulu. Amma məsəl üçün 10 ildən sonra buna ehtiyac olmayacaq. Avtomatik həmin digər insanın mənim aramda bu fiziki məhdudiyyət bariyeri qalxır. Və bu özünü çox şeydə göstərəcək. Çünki elə bir həyata keçirik, bir otonom, avtomatlaşdırılmış bir həyat sistemə keçirik. Bu artıq var, bu ölkələrə görə dəyişir, bu şəhərlərə görə dəyişir, bu cəmiyyətlərə görə dəyişir. Bizə də gəlib bu indi yaşadığımız coğrafiyada gəlib çatacaq və çox uzun illər lazım deyil. Yəni bu 50 il sonra gəlməyəcək. Yaxın bir neçə ildə biz baxacaq ki, tamamilə başqa bir həyatda yaşayırıq və o zaman artıq biz anlayırıq. Mənim üçün bugün süni intellekt deyirik, düzdürmü? Süni intellektin əli, ayağı, gözü və s. belə bir şey yoxdur. Amma biz ona intellekt deyirik. Biz ona sitayiş, indi biz deyəndə ki, biraz bu yanlış səslənməsin, elmi sitayişdən söhbət gedir. Olunur ki, möhtəşəm bir şeydir. Kimsə durub deyir ki, o fiziki məhdudiyyətlidir, əli ildə onun ayağı yoxdur süni intellektin. Əli yoxdur, böyrəyin biri yoxdur. Belə məsələ yoxdur axı. Düzdürmü? Burada məsələ zəka məsələsidir ki, insanda o süni intellektdə olan zəkanın təbiisi var. Süni yox, təbii intellekti var və çox-çox güclüdür. Çox-çox güclüdür. Bugün bir süni intellekt modelinin üzərində minlərlə insan çalışır, ona görə o qədər güclüdür. Bugün bir insan, istənilən bir təbii intellekt olan insanı götürür, üzərində 1000 nəfər komanda onun üçün çalışsa, o həmin süni intellektdən qat-qat daha da güclü olacaq, yəni verdiyi qərarlarla və s. və s. Ona görə hər şey yaxşıya doğru gedir. Səbir insan biraz yanlış anlar, səbir elə ki, elə oturub gözləmək səbir deməkdir. Səbir o demək deyil, səbir oturub gözləmədən davam elə, o iradəsi ilə birlikdə hərəkətdən davam edə-edə səbir edirsənsə, bu səbirdir. Yox, əlivi, ayağı və hər şeydən üzüb inzivaya çəkilirsənsə ki, bu da hərdən bir lazımdır müəyyən bir dönüşümlər üçün, amma sən bunu artıq həyatının bir motosunu çevirmirsən, illəri belə keçirirsənsə, həyatdan oğurluyursan. Üzr istəyirəm, bu həyatdan oğurluq demək. Çünki sənə verilən enerji, sənə verilən bu bədən, bioloji, bu saat kimi işləyən sistem sənə verilib ki, gəl bu dünyada nəsə eləyəsən. Amma sən onu gəlib pasiv formada kənara qoyursansa, eləmirsənsə, sən təbiətdən oğurlamış sayırsan və təbiət də əvvəl-axır səndən bunun cəzasını verir, əvəzini çıxır. Ona görə gən təbiətlə düşmən olmayaq, daim belə deyim, qatqı sağlamağa çalışaq. Bəli. Təşəkkür edirəm sizə hər şeyə görə, maraqlı suallara görə və qonaqlamaya görə. Çox sağ olun. Əslində heç sual verməyə də ehtiyac olmadı. O qədər gözəl və axıcı, maraqlı, həm də fəlsəfi söhbətlər etdiniz ki, təşəkkür edirəm Elman. Vaxtınızı bizə ayırdınız. Çox maraqlı həmsöhbətsiniz. Mən qarşımda heç bir məhdudiyyəti olmayan, əksinə öz zəkası ilə bizə işıq saçan bir insan gördüm. Sizə həyatınızda, işlərinizdə, elmi fəaliyyətinizdə, hər sahədə, həyatınızın hər sahəsində uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Bir fürsətdən bir dənə də istifadə edib haşiyəyə çıxım. Bilmirəm, belə bir fürsətim olacaq yaxında yoxsa yox. Bütün, belə deyim, insanları həm indi çox gözəl bir aydayıq, həm oruç tutan orucu Allah qəbul etsin, nə niyyətlər varsa həyata keçsin və qarşıdan Ramazan bayramı gələcək. O bayramla da bağlı münasibət edirəm, mübarək aydır. Biz bu mövzulara çox girməyi sevmirəm, çünki bu dərin bir mövzudur, din. Amma biz bugün dini həm elmdə görürük, həm incəsənətdə görürük, elmi həm incəsənəti dində görürük. Fizikanı, kimyanı, biologiyanı və s. Bunlar çox-çox danışmaq olar. Bu ay qeyri-adi bir aydır və ümid edirəm ki, hər kimin nə niyyəti var, nə istəyi, özünü nə formada görmək istəyir gələcəkdə,
hansı formatda belə deyim, dəyişiklik istəyirsə həyatında onları görər, uğurlaram yəni. Çox sağ ol Elman bəy. Həqiqətən də çox maraqlı söhbət oldu və düşünürəm ki, izləyicilərimiz də artıq bundan sonra niyə sözünü işlətməyəcəklər və irəli baxacaqlar, öz xəyallarının ardından gedəcəklər və çox da gözəl uğurlar qazanacaqlar. Təşəkkür edirik sizə bir daha, minnətdarıq.